إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله واطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. Sadaqallahul azim. Muhterem Müslüman kardeşlerim, Allah-u Teala Kehf suresinin 110. ayesinde belə buyurur: Rabbine kavuşmağı ümid edirsə faydalı bir şey etsin ve Rabbine ibadette kimseni ortak koşmasın. Resulullah sallallahu aleyhi ve sellem hadis-i şerifte buyurur ki ölen kimseni 3 şey izleyer. İkisi geri döner, biri onunla birlikte kalar. Ailesi, malı ve emeli onu izleyer. Sonra ailesi, malı geri döner, emeli özüyle birlikte olar. Salih emel, imanın davranış yoluyla xaricə əks olunmasıdır. Yalnız insanları değil, bütün kainatı ve içindekileri hakkın eseri olarak görmektir. Yaşadığımız bu yeryüzünün yalnız insanlar için değil, her şey için yaradıldığını kabul etmektir. Etrafla, insanlarla, varlıklarla, bütün məxluqatla huzurlu yaşamaktır. Bir başka ifadeyle salih emel, Allah'a ve ahirete imanın bir olarak onun indirdiği ve peygamberi vasıtasıyla ifade ettiği deliller, hükümler, haberler ve emirlere uygun olarak tam bir ihlas ve niyetle Allah'ın razı olacağı işler etmektir. Bazen sessizliktir salih emel, huşu ile dinlemektir. Necə ki Allah-u Teala buyurur ki Kur'an okunduğu zaman onu dinleyin ve susun ki beləcə rəhmətə qovuşdurularsınız. Resulullah sallallahu aleyhi ve sellem ise xutbə əsnasında səssiz olmanın, xutbəni diqqətlə dinləmənin əhəmiyyətini vurğular və cümə günü imam xutbə oxuyarkən danışan yoldaşına dinlə, sus desən belə səhv etmiş olarsın. Əziz qardaşlarım, İman insanı insan eder. Onu ucaldıb onun hayatına huzur verer. İmanın həqiqətən də adamın işlerine istiqamət verməsi, onun hərəkətlərinin və həyatının yönünü dəyişər. Bir insan Allah rızası için çalışarsa, fərz ibadətləri yanında ailəsinin dolanışığını təmin etmək üçün çalışması, həyatını davam etdirmək üçün yeyib içməsi, yatması və bütün hərəkətləri ibadət olaraq dəyərləndirilər. Resulullah sallallahu aleyhi ve sellem Əshab-ı kiramdan Sa'd ibn Əbi Vaqqasa belə buyurmuştur: Allah rızasını məhz seçərək, yani sırf Allah rızası için etmiş olduğun her infaktan savab kazanarsın. Her infaktan. Hatta hanımının ağzına koymuş olduğun lokmadan bile. Allah rızası için edilen ibadetler ve hareketler insanı yetkinleştirer.
Quran-ı Kərimdə Allah Teala buyurur ki, kim inkar etsə, inkarı öz əleyhinədir. Kimlər də salih əməl işlərsə, ancaq özləri üçün cənnətdə yer hazırlayarlar. Əziz qardaşlarım, imanın yetkinləşib, ruhumuzda kökləşməsi üçün faydalı işlərlə onu bəsləməmiz lazımdır. Qorumasız və əmələ çevrilməyən iman ruhu söndürər. Salih əməllər səmimi bir imanın təzahürüdür. İnsanlara faydalı işlər edərək, möhtacın əlindən tutaraq, qəmlinin dilindən anlayıb, onunla maraqlanaraq, Allahın rızasını qazana bilərik. Sərt könüllər, qatlaşan qəlblər bizim iç dünyamızı qarartdığı kimi, ətrafda yaşadığımız ictimai həyatımızı da yaşanmaz bir hala gətirəcək. Elə isə gəlin, hər birimiz Yunus surəsindəki bu ayələrə diqqətlə qulaq asaq. Allah Teala buyurur ki, Allahın dostlarına heç bir qorxu yoxdur. Onlar kədərlənməyəcəklərdə. Onlar iman etmiş və Allaha qarşı gəlməkdən çəkinmiş olanlardır. Dünya həyatında da, ahirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində heç bir dəyişmə yoxdur. Məhz bu böyük müvəffəqiyyətdir. Ələ innə əhsənəl kələm və əbləğəl nizam kələmullahil məlikil azizil alləm və izə quriyəl Qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Elhamdülillahi hamdan kamilen ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ta'zimen li nebiyyihi ve takrimen li fekhameti şâne şeraf safi فقال عز وجل من قائل مخبرا وآمرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم ارض عن خلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. Şübhəsiz ki, Allah-u Teala ədalətli olmağı, yaxşılıq etməyi və qohum-əqrabaya öz haqlarını verməyi əmr edər, pislikdən və azınlıqdan çəkindirər və hər zaman ibrət almağımız üçün bizə öyüd və nəsihət edər.